Salam aleykum əziz izləyicilər. Videorolikdən də gördüyünüz kimi bir cihaz haqqında danışmaq istəyirəm. Su tənzimləyici reduktor. Yəni hal-hazırda mənim mənzilimə 3 atmosfer təzyiqlə su daxil olur. Bu normal təzyiq sayılır. Və əziz izləyicilər, ChatGPT digər mənbələrdən də öyrənə bilərsiniz ki, maksimum yəni təzyiq 3 atmosfer olmalıdır suyun təzyiqi ki, məişət əşyalarınıza belə deyək də su xəttinə zərər dəyməsin. İndi amma mən onu da vurğulayım ki, əziz izləyicilər, yəni bu 3 atmosfer təzyiq mən nizamladıqdan sonradır. İndi sizə göstərirəm su xəttində hal-hazırda olan təzyiqi göstərirəm. Görürsünüz əziz izləyicilər, hətta 8-ə yaxındır su təzyiqi. Bu isə məişət cihazlarınıza, xətlərə, kombi sistemi, paltar yuyan, qab yuyan, digər su ilə işləyən cihazlara zərərdir. Yəni hal-hazırda 8-ə yaxındır təzyiq. Maksimum ChatGPT-də də digər mənbələrdən də öyrənə bilərsiniz. Maksimum mənzillərimizə 3 atmosfer olmalıdır. Minimum suyun təzyiqi 2, maksimum kombi, digər sistemlərə görə 3 olmalıdır. Hətta onu vurğulayım ki, əziz izləyicilər, yəni 8-ə yaxın təzyiqlə, atmosfer təzyiqlə su daxil olursa mənzillərimizə, isti pol, digər kombi sisteminin və yenə təkrar vurur, məişət cihazlarına böyük zərər vurulur. Yəni uzun müddət bu təzyiqlə işlədikdə məişət əşyaları sıradan çıxır. Yəni maksimum təzyiq 3 atmosfer olmalıdır. Yəni bu cihazda ona görə bütün mənzillərimizə lazımdır əziz izləyicilər və rolu böyükdür. Və kanalıma dəstək olun, abunə olun, like edin və yaxın adamlarınıza, əziz insanlarınıza göndərin ki, mənzillərdə bu vacib cihazı quraşdırsınlar mənzillərində. Və onu da vurğulayım ki, əziz izləyicilər, çox baha deyil. 30-35 az indi təxminən cihazın qiyməti. Düzdür, mən bir neçə il əvvəl almışam. Amma qiymət bahalı bir cihaz deyil. Ancaq gördüyünüz kimi, əziz izləyicilər, rolu böyükdür. Videorolikimi də izlədiyiniz üçün minnətdaram. Həmişə sizləri belə maarifləndirici roliklərlə salamlayacağım. Teşekkürler.